16 gündür aclıq edən Tofiq Yaqublunun səhhəti kəskin pisləşib. Vəkil otağına elektroavtomobildə gətirdilər. Çəki 84.9, ürək döyüntüsü 98, yəni həm çəkidə sürətlə azalma gedir, ürək döyüntüsü də çoxalıb, temperatur 36.1, təzyiq 120-80, saturasiyada 94. Ailəsi Tofiq Yaqublunun həyatının təhlükədə olduğunu deyir. Siyasətçinin qızı Nigar Həzi deyib ki, bir neçə gündür vəkillər həkim Adil Qeybullanın Tofiq Yaqublunu müayinə etməsi üçün müraciətlər edir, amma heç bir cavab ala bilmirlər. Stat: İlham Əliyev Tofiq Yaqublunu öldürür. Tofiq Yaqublu üçün susmayın, onu ölümdən xilas edin. Statın sonu. Yaqublu özü isə aclıq aksiyasını davam etdirməkdə israrlıdır. Stat: Möhkəməm, nə olmağından asılı olmayaraq sona qədər gedəcəm. Aclıq ağrılı da, çətin də olsa qərarımın geri dönüşü yoxdur. Qoy özləri bilsinlər. Statın sonu. Bunu Tofiq Yaqublu qızına telefon danışığında bildirib. Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il aprelin 1-də 9 il azadlıqdan məhrum edilməsinə etiraz olaraq aclığa başlayıb. Bu, siyasətçinin keçirdiyi ilk aclıq aksiyası deyil. 2020-ci ildə yenə həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.